Usta daşlıq Aydın Rızanın ocağına yığılmışıq. Onun işığından bəhrələnirik. Biz bu ocaqda usta daşımızın həyatından, fəaliyyətindən, onun gözəlliyindən danışarıq, söhbət edəcəyik. Onun dilindən yazdığı şeirlərini eşidəcəyik. Bu günləri biz bu gözəl ocaqda, bu gözəl aşığımızın gözəl günündə tapılmışıq, ona gözəllik arzulayırıq. Mən bir neçə kəlmə usta daşığımız Aydın Rıza haqqında arayış vermək istəyirəm. Aşığımız Qərbi Azərbaycanın Pənbəh mahalının Şirakan şəhərinin Arçur kəndində böyük eminlər tayfası olan, tayfanın bir qolu olan Rəcəb kişinin nəticəsidir. Usta daşığımız həyat və fəaliyyətini elə oradaca öz anadan olduğu torpaqda məktəbini oxuyub, ailə qurub, bu gözəl sənətə də Borçalı mahalının gözəl sənətkarları arasında şagirdlik eləyib, Sadaxlı Məhəmmədin şagirdi olub, 10 il o kişidən dərs alıb, azman aşıqlarla orada tanış olub, Aşıq Söyün Saraçlı ilə, Aşıq Əhməd Sadaxlı ilə, Aşıq Kamandarla, Aşıq Əmrahla təmasda olub, onların tərbiyəsi altında onlardan dərs alıb, fəaliyyətini davam elətdirib, yenidən öz elinə, obasına qayıtmışdır. Məlum səbəblərə görə Ermənistandan, o da bütün bizim elimiz, obamız kimi, o da qaçqın düşüb Azərbaycana, öz elimizə, öz obamıza pənah gətirib və qalan fəaliyyətini də Bakı şəhərində davam etdiribdir. O burada demək olar ki, 5-ə yaxın şagird tərbiyə edib, bu sənətə yiyələndirib, aşıq sənətini onlar da usta daşığımızın bəhrəsindən bəhrələniblər. Demək olar ki, bu ailədə balacadan tutmuş böyüyə kimi hamı saz çalır, saz sənətini yaşadı. Usta daşığımızın 5 övladı var, onun 3'ü oğlan, 2'si qızdır. Hal-hazırda oğlanları da, nəvələri də onun işini davam elətdirirlər. Aşığımız çox gözəl, elimizin, obamızın bütün təsvirlərini verən gözəl şeirlərinlə, gözəlliklərinlə 500'ə yaxın şeir yazıbdır. Ona yaxın dastanı əzbər bilir. 2 dənə də dastanı özünün şəxsi imzası ilə dastanlara qol qoymuşdur. İndi biz bugün onun gözəl sözlərini eşidəcəyik. Gözəl balamız da bir gözəl hava ilə bizim məclisimizi davam etdirsin.
Şükür Allah'a ki benim sazım tozlanmayacak. Şükür Allah'a ki benim sazım ne kadar ki Azerbaycan halkı var, ne kadar ki hayat var, benim sazım işleyecekti. Şükür Allah'a, şükür Allah'a, şükür Allah'a. Benim oğlanlarım, nevelerim, yeni Şükret müəllim qeyd elədiyi kimi oğlanlarım, nevelerim de bu sənəti işlədəcəklər. Mən özüm 63-cü ildə Borçalı mahalının Mollaoğlu kəndindən Aşıq Məhəmməd Sadaqlıya şagird olmuşam. Aşıq belə bir söz deyir. Kimliğimi soruştun sen. Aydın İrza mənim. Sənətkarla görüşdün sen. Aydın İrza mənim. Ağacanın kötücəsi, Xındı Məmmədin nəvəsi, Məhəmmədin yetirməsi, Aydın İrza mənim. Diz qoymuşam, dərs almışam. Zəhmət çəkib, tərs almışam. Şagird kimi qocalmışam, Aydın İrza mənim. Deməli, aşqlıq sənəti elə bir sənətdir ki, insan aşıqam deyən, saz götürüb bu sənəti yaşadan hər bir insan ömrünün axırına qədər bu sənəti öyrənməlidir. Sənət elə bir şeydir. Biz Şükret müəllimin dediği sözü qüvvəti Ermənistan deyilən mahalın Quqark rayonunda yaşamış, orada dünya göz açmışam. Gələn vaxtı ne kadar olmasa vətən sayılır, vətən həsrəti dözülməz dərddir. Deməli, o dağların havası, o torpağın çöreği, o suların tamı, ne kadar ki var, ömür boyu bizim yadımızdan çıkan şey değil. Bizim yaşadığımız mahala Loru Pembek Vadisi deyirdiler, Loru Pembek Vadisi. Aşık orada bir deyir ki, Pembeğimin təbiəti gözəldir. Gül çiçəkli bağlarında barı var. Suyu loğman, havası can dərmanı. Xəstə üçün dağlarında qarı var. Neçə kənddir Hallavarın dərəsi. Əzəlindən açıq olub süfrəsi. Vaxtlı-vaxtsız qonaq etsə hər kəsi, tökər qabağına nə ki varı var. Qursalı Şenivan söylənir adı, Saral mənim üçün daha doğmadı. Arşud ana yurdum, məndə evladı, borçluyam boynumda ixtiyarı var. Atam olub, çörək verir torpağı. Anam olub, əmizdirib qulağı. Başa varsın bunun oyrağı, çırağı, çiçək gəlsin nə ki arzuları var. Gözəl dərə qonşu vartanlı, Qocası, cavanı, var istiqanlı, dosta duz çörəkli, düz etibarlı, bizim bu ellərin düz ilqarı var. Aydın İrza el içində bir aşıq, aləm bilir, xeyir şərdə qardaşıq. Min şeir yaz, dastan bağlı, ay aşıq, desinlər bu elin sənətkarı var.
benim əzizlərim. Gün o gün oldu ki, erməni daşnaqlarının hesabı ilə biz vətəni tərk eləməli olduq. Maşına axırıncı maşın kənddən çıxan vaxtı dedim, qardaş, bir balaca maşını saxla. Sürücü maşını saxladı. Orada götürüb belə bir şiir yazmışdım. Ayrılıqdır, səfərim var qabaqda. Vətən, salamat qal, el, salamat qal. Qayıtmağım ya qismətə, ya baxta. Vətən, salamat qal, el, salamat qal. Mən vurğunam baharına, qışına. Üzüm sürtün torpağına, daşına. Ayrılıqdır, qoy dolanın başına. Vətən, salamat qal, el, salamat qal. Aydın izdayam, arçıq kimi elim var. Ayrılıqdan betər hansı zulüm var? Bəlkə daha görüşmədik, ölüm var. Vətən, salamat qal, el, salamat qal. Deyib, vətənlə vidalaşıb, Gəldik Azərbaycana, öz doğma diyarımıza. Bakı şəhərində məskunlaşdıq. Rəsulzadə qəsəbəsində, 2-ci sıra 40-cı ildə öz xalqımızın, öz Azərbaycan odlar yurdunda, Azərbaycanda öz xalqımızın içində azad nəfəs almağa bizə qismət oldu. Mən özüm bir sənətkar kimi bayaq dedim, hələ 70 yaşım var. Yenə özümə bir təsəlli tapıb ustad deyə bilmirəm. Mən hələ şagird kimi, məndən sonraki saz sənətini öyrənmək istəyənlərə mən tövsiyə edərdim ki, saz sənətində 72 dənə saz havası var. 9 pərdə ilə, 9 sim ilə 72 hava saldıran sazın, dilgəmi kökündə dilgəm ağladan, kərəmi odlara yandıran sazın, bir pərdə ki insə ruhanı üstə, gəl aşıq əmrahdan sarı tel istə, çıx dağlar başına vurğunu səsdə, Dubeydi dağlara qaldıran sazın, dəysə şah pərdiyə aşığın əli, min könül ovlayar sazın hər teli, bayatı dalınca bir göyçə gülü, könüllər ağladı güldürən sazın, aşağı indikcə səsin uyğunu, çıxar aşıqların tamam yorğunu, cəngi havasında qoç şoroğlanı qıratın belinə mindirən sazın, xalqın incisi sən, ayıncə sənət, sən xalqa xidmət et, xalq sana hürmət, ellərdən bol nəmər, mərdlərdən xələt, sən aydın üzəyə aldıran sazım. Mən bütün saz həvəskarlarına, sənəti yaşatmaq istəyən cavanlarımıza, gənclərimizə tövsiyə eləyərəm 72 saz havasını kamil öyrənsinlər. Aşıq qardaş, götür köklü sazını, kərəmi üstündə çal yavaş yavaş.
Sazı ince dindir, danıştır seni. Süzülsün parmaktan hal yavaş yavaş. Havaları, havacatı düz oku. Hakikatten könül açan söz oku. Dolandırır meclisine göz oku. Her insan kalbini al yavaş yavaş. Aydın irza cavanlara kardeş ol. Taytuşuyla dostluk eyle, sirdaş ol. Kocalarla sohbet eyle, sirdaş ol. Özün de olursan çal yavaş yavaş. Demək olar ki, Ustad Aşığımızın bütün şeirləri qaçqınlıq zamanından bəri olan vaxtlara ən çoxu onlara təsadüf edir ki, bu da onu göstərir ki, aşığımız elindən, obasından dirəci düşəndən sonra bu onun üçün çox ağır gəlmişdi. Bizim böyük sənətkarlarımız kimi o da yurt həsrəti çəkmişdi, zamanasından şikayət eləmişdi. Onun bir çox şeirlərində bunu aydın görmək olar. Mən onun şeirlərindən birini deyəcəyəm. Deyir, ey talihi qara bəxti kəm insan, qaranın bir daha qarası yoxdur. Olan olmalıdır, ölən ölməli, oldu ilə öldünün çarası yoxdur. Yüzdən gülümsər ol, qəlbi daş olma, demirəm varlı ol, cibi boş olma, orta ol, nə ayaq, nə də baş olma, Allahın da kasıbla arası yoxdur. Alıb satanların qulu kimidir, həyatın cıncındır, çulu kimidir, aya özü yaşasa da ölü kimindir, kimin ki cibində parası yoxdur. Demə aydın rıza, hekayət eylər, görüb götürdüyünü rəvayət eylər, hərə öz baxtından şikayət eylər, de kimin könlünün yarası yoxdur. Bu vətən həsrəti də bizim aşığımıza çox təsir eləmişdi. Elə ona görə də bir balaca bu həsrətə hər adam dözə bilməz, bizim aşığımız dözdü. Bir balaca səhhətində narahatçılıq yarandı. Ona görə də indi o sazı, o gözəlliyi balalarından ilham alır. Onlar çalır, biz də dinləyirik, aşığın özü də dinləyir. Bir balaca səhhəti icazə vermir, ona görə də məclisimizdə bir gün çala bilməyəcək. Onun gözəl balaları bu sənəti davam elətdirir. İndi də sözü də oğlu, böyük oğlu Adil müəllimə verək. Bir-iki kəlmə atasaq da danışsın, bir-iki kəlmə sazını dindirsin. Biz də ondan ilham alaq. Hörmətli məclis iştirakçıları, bu atamın münasibəti ilə buraya yığışdığınıza görə təşəkkür edirəm sizə. Həqiqətən atam həm gözəl sənətkar olmağı ilə yanaşı, həm də gözəl insan olub. Sözün həqiqi mənasında gözəl insan olub. Onun həyatı keşmə-keşmə olub. Bir çox insanlar kimi, sizin qeyd elədiyiniz kimi, o ağırlar, acılar öz şeirlərində, əsərlərində də özünü göstərmişdir. Sənətkar olaraq da onun göstərdiyi, onun çaldığı, onun ifa elədiyi əsərləri, onun aşıq havalarını biz artıq mənimsəyə bilmişik. İndi, məsələn, balaca qardaşım, məsələn, ifa eləyib, qəşəng parmaqları var. Biz də belə də. Götür, özün də götür. Bir yaxşı havasını da çal görək.
Abelan ağaç olup ay yolun üstünde biterim. Ağaç olup yolun üstüne biterim. Günden 3 yol gel karşımdan. Söz yeri aceyran, söz yeri atarlan bel olmaz. O anda kuru yarama kökümden, eğer görsem yanağında, göz yeri ay bala, göz yeri aceyran, göz yeri. Ağaç olup yolun üstte biterim. Günde 3 yol gel karşımdan süz yeri. O andaca kuruyaram kökümden, eğer görsem yanağında göz yeri. Dönü çıksan, öz bəxtindən incisen. Mənim üçün saf göhərsən, incisen. Ya incitsen, ya da məndən incisen, barışmağa birazca koy üz yeri. Abelay aydın bize paralanma çöllümü. Gel çöllüğüne aralama çöllümü, abalam çöllümü, aceyran çöllümü. Diline yaralama çöllümü, dil sağalınır kuvreyle yeri, söz yeri yabalam, söz yeri aceyran, söz yeri. Aydın üzayam, paralama çöllümü, gel çöllüğünden aralama çöllümü. Dilinle yaralama çöllümü, dil sağalmır kovriliği söz yeri.
Hakikatin bir yolu var bir üzün. Yaltaklığı affetme feylene. Var ki acıyram bala. Ha belə sümühdən yox, o əhdən bir sözü. Yüzüre danışar dilene, var ki yer ceyranı. Hakikatin bir yolu var bir üzü. Yaltaklığa mesele ne var ki? Sümükten yok, o ehten bir sözü, 100 lira danışar, dile ne var ki? Bir hikmet var her asılan sabahta. Hoş gün görmek kısmetedir yabakta. Ahiret var, biraz sual kabakta. Gen dünyada yaşa hele ne var ki? Aydın Elza sözlerini düz desen, anlamaza farkı nedir 100 desen. Bir de baktın 90'dasan, 100'desən, gelip gidecekti ile ne var? Demək olar ki, aşığızda həm də məhəbbət aşığıdır. Onun şiirlərində məhəbbət haqqında gözəl kəlamlar var. Elimizdə, obamızda aşıqlar, sənətkarlar onun şiirlərinə mahnılar qoşub məzmizdə oxuyurlar. Onların birini sizə demək istəyirəm. Deyir, hər gölməçə göl olmaz ki, sonasına baxasan sən. Sərsə desə, mən kəhliyəm, qınasına baxasan sən. Eşkin sözü qızaranda, sinən üstə saz olanda, gözəl seçib qız alanda, anasına baxasan sən. Aydın Rıza yar əvəzi, kim deyək ki, var əvəzi, dağlardakı qar əvəzi, sinəsinə baxasan sən. Gözəl şiirlərinlə yanaşı, bizim aşığımız gözəl ailə başçısıdır, gözəl balalarının hamısını demək olar ki, bir məhəllədə hamısı yerləşib, atalıq borcunu axıracan bu kişi öz balalarına nəsiyyətinlə, gözəlliyinlə tərənnüm edir. İndi isə deyirəm ki, aşığın ortancıl oğlu Abir müəllimə söz verək, o ata saxta bir iki kəlmə söz desin, bir neçə hava çalsın, biz də şənlənək. Sənət, sənətkar elindir,
Mən də elə köklənmişəm. Həyat özü dərdqəm üstə, mən də belə köklənmişəm. Kərəmlər qəmim olur, dil qəmi həmdəmim olur. Hərdən bir də dəmim olur, sarı telə köklənmişəm. Ayda Mirzə halal yaşar, eller obalar dolaşar. Ahım ünüm dağlar aşar, çünkü zilə köklənmişəm. Yaşa. Ha belə bir diləyim var. Ha belə qadir Allah'dan. Aşık məşıqın ana balam. Ay balayı yaralanmasın, koy hicran doğrasın. Yaşa. Ayetleri dağlasın, yürekler dilinen yaralanmasın. Ölürem ayar aman Bir dileğim vardı Kadir Allah'tan, aşık meşukundan aralanmasın. Cerrahlar doğrasın, hicran dağlasın, yürekler diline yaralanmasın. Kerem esli sevdi, vuruldu gitti. Eşkin deryasında duruldu gitti. Könül bir şişedir, kırıldı gitti. Arzular, dilekler paralanmasın. Aydın elza verme ömrü cüdaza. Derinde gez, meyil eyleme dayaza. Könül verme her sinesi bayaza. Olar ki ümidin çaralanmasın. Yaşa. Eleman da bayağı Şükrat abi dediği söz okuyacağım. Sözünü sonra derim. Abelen ay behri düşem insan talihi qara. Gəley aileden ey behri düşem insan qaranın bir daha.
baş olmaz, ortan olmaz. Aleyhine de baş olmaz, Allah'ın da kasıfına. Yaşa! Arası yoktur. Hayatın duzundur kulu kimidir. Alıp satanların kulu kimidir. Hayatda yaşasa da der ölü kimidir. Kimin ki cibində parası yoktur. Abalana hidemem aydın ırza. Geley ailelerine şikayet eyler, gör bildiğini. Ayağına hikayet eyler de kimin çöllünü. Abalan arız vaktinden ey, ayağına şikayet eyler de kimin çöllünü. Yarası yoktur. Ha, demək olar ki, nəinki bizim ustadaşımızın evlatları bu sazla, sözlə, bu aşıqlı sənətinlə məşğul olur. Onların arxasınca bizim aşığın nəvələri gedir, gözəl havalara yiyələnirlər. Onlar da saz, söz sənətkarı olmaq istəyir. İndi gəlin aşığın nəvəsini dinləyək, görək nə hava çalacaq, bizlər xoş olaq. O deli yayılanda yaylaqlara Menden illen köçem dağlar, köçem dağlar Terini bulak safalı yer Terini bulak safalı yer
Yurt yerini seçen dağlar balalay lay dadan alayım. Yay olanda yaylaklara men değille köçen dağlar. Serin bulak sefalı yer, yurt yerini seçen dağlar. İn deryeye sapaktan, şelemden kuzgulaktan, kaynar gözlü buz bulaktan, içti içen dağlar. Akşamüstü hoş seherden, ilham alan bir şehirden, derelerden, düzenlerden, çeçen dağlar, çeçen dağlar. Aşık simleri tezele, güc ver şiire, gazele. Gönül seven bir gözele yüreğini açan dağlar. Aydın izle hesabını çek, az yazıpsan indiye dek. Menzil yakın, ömür gödek, bir gün mən de heçem dağlar. Nəinki məhəbbət mövzuları var, onun şeirlərində nəsihətnamə var, bizim gənclərə nəsihət eləyir. Nətər yol getməlidirlər, nətər şərabdan kənar durmalıdırlar, meyxuş olmaq lazım deyil. Ona görə də bir araq şeir var, onu sizə təqdim edirəm. Deyir, mən sənin hökmünü, qüvvəni araq, ağlıq şu başda qatanda gördüm. Birinci şüşədə yıxılmayanları ikinci şüşəyə çatanda gördüm. Deyirlər gördüyünü söyləyər aşıq, məclisə sürfəyə sənsən yaraşıq, qarışanda ara, sönəndə ışıq, əzəlsiz əzəli yetəm də gördüm. Dilsizlər dil açar sən olan yerdə, mənəm deyər əlsiz hünərdə, qaz kimi çırpınan gölməçələrdə, comuş dəhlillərdə batan da gördüm. Olubdur addımın ata bilməyən, nə daşdan divardan tuta bilməyən, gedib mənzilinə çata bilməyən, qalıb küçələrdə yatan da gördüm. Aydın Rıza sinem söz ile dolu, çoxları olubdur arağın qulu. Bir baqal piləyə çatmasa pulu, soymuş paltarın satan da gördüm. Eşq olsun aşığımıza.
Habire nece geldi, nece gitti bilmezsen dayanmaz ömürden ayaman. Ay balam ey ilgeler çeker, zehirli gülleler eyleymiş. Habeleyi çeşmeyen yerden değiller zehirli dildeler çeşer gel ayağın ağlamı sonamayağın alayım. Nece geldi, nece gitti bilmezsen dayanmaz ömürden ilgeler çeşer. Zehirli gülleler çeşmeyen yerden değiller zehirli dildeler çeşer. Çalınsın her köyde havalar canı, sızdasın dilgeni, yansın keremi. Kerem odu yandıranda sinemi, könlümden bir sarı tezgeler çeker. Aydın izza yaralısan ay aşık, cananından aralısan ay aşık. Dertten gemden saralısan ay aşık. Ağlama dert için gül geler çeçer. Habire güzel yaratırsan dünyanı Allah. Uyduğunca baksın gözüme değme, gözüme değme, o derdin alim. Ne şan şöhret ne de var istemirem. Tehdirce canıma özüme değme, özüme değme, kuygadan alim.
güzel yaradık sen dünyanı Allah. Koy doyunca baksın gözüme değme. Ne şan şöhret ne de var istemirem. Tehdirce canıma özüme değme. Özün bilsen adamın bilmiş şür. Hem aşarsan hem sirsen mişkül. Kabulumdu ne dert versen mişkül. Birce deyanete gözüme değme. Hudan merhametin bizden kesmesin. Aydın izzet halinden küsmesin. Dilim titremesin, elim esmesin. Kalemme, sazıma, sözüme değme, sözüme değme. Der dünənin qədrini bugün bilmək gecmiş bilməmişəm. Dünya elə həmin dünya, ömür heçmiş bilməmişəm. Çəkə-çəkə dərdiləqəm, neçə qış yay kötürmüşəm. Ata-ana kötürmüşəm, buna kötürmüş bilməmişəm. İtirmişəm telli yaşı, gəlib çatıb bəlli yaşım. Aydın Rıza 50 yaşım, necə keçib bilməmişəm. Ataların misalı var. Deyirlər ki 5'ti dünya. Nuh yaşadı 1900, yenə dedi kuştu dünya. Şadlan yeyib içən günü, kim qaytarıb keçən günü, bu fanidən köçən günü elə bildim puşdu dünya. Aydın Rıza əsl adım, dosta beyilqar olmadım. Səndən ki bir şey qanmadım, yarı yaşım doldu dünya. Ayaq kəsməsən dağlardan, incitməsin yollar səni. Həm doyunca bulağından qonaq etsin güllər səni. Şəhə bələn səhər-səhər, ilham al gəlindən, qızdan. Aralanma telli sazdan, yola yaşadacaq tellər səni. Aydın Rıza olman adam, ömrü borç verib yaradan. Vaxt gələcək bu dünyadan, qoparacaq illər səni. Dünənin qədrini bugün bilmək gecmiş bilməmişəm. Dünya elə həmən dünyadır, ömür heçmiş bilməmişəm. Çəkə-çəkə dərdiləqəm, neçə qış yaz keçirmişəm. Ata-ana köçürmüşəm, elə bu nə köçmüş bilməmişəm. İtirmişəm telli yaşım, gəlib çatıb 50 yaşım.
Aydındır da 50 yaşım necə keçib bilməmişəm. Cavanlıkta bir hoş günüm olmasa, kocalıkta olsa 100 neyime lazım. Günlerim geçmese kefte, damakta, saz neyime lazımdı, söz neyime lazım. Kudadan isterim çok varım ola, o varı yemeye dostlarım ola. Ömrüme müptala bir yarım ola, gayri gelin neyime, kız neyime lazım. Ömrü başa vuram nazlı yarına, namusla, gayretle, arına, gücülüm isterim hoş rüzgarına, verirsen bile biraz neyime lazım. Aydınıza yaranmışlar hani dünyada, var mı ölenlerin sanı dünyada? Ben gidenden sonra fani dünyada, kış dönüp olsa da yaz neyime lazım? Ekşi sənət olmaz, sənətkar olmaz. Mən öz sənətimin bil aşıqıyam. Əzəldən vuruldum, bağlandım saza, könüllər ovladan tel aşıqıyam. Şeirim qatar-qatar axsın ağıza, gəlsin dodaqlardan, düşsün ağıza, kağıza. Min dastan bağla, gəlinə qıza, bülbül həvəsliyəm, gül aşıqıyam. Mən öz ilhamımı eldən almışam, eldən mayalanmışam, qidalanmışam. Elə güvənmişəm, arxalanmışam, mən Aydın Rızayam, el aşıqıyam. Bu Mecnun könlüme Leyli əvəzi, ne ola benimle gezesen dağlar. Bu dünya fanidir, ömür de puştur. Çok da ki denirsen, güzelsen dağlar. Sinende güzeller, senemler gezir. Çoxları ürəkdə veremler gezir. Əslisini itirir kərəmlər gəzir, bələsən çox yola, izləsən dağlar. Aydın Rıza səndə qorxa dolanır, fələyin gərdişi çarxa dolanır. Beşə nəsil itir, arxa dolanır, sən elə həminsən, təzəsən dağlar. Sən elə həminsən, təzəsən dağlar. Yaşa, yaşa. Ayan Azerbaycan'ı üç İranlı. Azerbaycan'ı üç İranlı. Bayrağına kurban olum, ay kurban olum, ay kurban olum. Adım adım karışı karışı, adım adım karışı karışı. Torpağına kurban olum, ay kurban olum, ay derdin Allah.
Aya vətən eşqi duyanların Vətən eşqi duyanların Özünü məndən sayanların dərdin Allah'ım Aya qeyrət üçün qoyanların Qeyrət üçün qoyanların Papağına qurban olmay dərdin Allah'ım Qoy fəxr etsin atan əskər Səngərlərdə yatan əskər Xan kəndinə çatan əskər Ayağına qurban olun Aydın irza sözün haqdır Gəlir çatır qeyrət vaxtı Arxan dayağın Allah'tır Dayağına qurban olun Eşq olsun, eşq olsun. Sağ olun, əşkirəm. Qoy Allah da Allah sana şəfa versin. Amin. İndən belə balalarım üçün, özün üçün, ürəyində arzularım var. Allah da Allah çin eləsin. Amin Allah. Sağ ol, canım sağ ol. Aradan ağızdan uzaq olarsan, balalarını ki başına yığıbsan bir həyətdə, suyunuzu bir yerdən içirsiniz, çörəyinizi bir yerdən yeyirsiniz. Eləcə də davam edin, həyat mürəkkəbdir, hər şey ola bilər, insan ağrıya da bilər, əziyyət də çəkə bilər, amma həyatda yaşamaq yaxşı şeydir. Deyirəm, Allah Teala canını sağ eləsin, bu evə gələndə həmişə o darvazadan içəri girəndə mən metrə yarım müdürüyüm var, mən 2 ay eləyirəm oradan. Sağ ol. O həmişə başım da dəysə o darvazıya həmişə sənin bu həyətdə şah görür. Sənin sayağına gələk, sən bizim evin tayfanın ağsaqqalısan, sən mənim böyük qardaşımsan. Onu istəyirlər ki, mən həyətə girəndə birinci sənin qarşından öpməliyəm, çünki sən bizim böyük qardaşımızsan. Allah da Allah canını sağ eləsin. Aradan azdan da zor ol, sana xoşəllik, xoşbəxtlik balalarınla. Uzun ömür arzu olun. Sağ olun, yaxşı. Haqım gəlin. Kazardan boş qab verirdim. Yok yok burada balansadır. Sen de Otaqdayım kalsın. Ya bu ocağı da Allah Aşıq Rızanın ocağını şenləsin. Qardaşımla beraber, əmsoğlu'na beraber. Ben arzu ederdim ki Aşıq Rıza elimizin, obamızın en güzel nümnevi, aşık takdir yolunda salan bir insan olur. Yaradıcılığıyla beraber, öz emeğiyle beraber bütün Ermənistan ocağında ben derdim ki böyle bir aşk varsa da o da Arsuz kendindeydi. Bu danılmaz söhbətdir. Bəli. Elin, obanın en güzel, en toyu, şanı sevindiren Aşıq kimi insanlar, hele riski böyle bir insanlar tarxa gəlir. Belki el obamızla belki yegan olabilir ki gelebilir. Belki de gelebilmeye, onu ben de bilmirəm, Xaloğlu da bilər. Yani bu sağlıkla da Xaloğlu, Aşıq Rızanın yeganə bu sağlığına ant içirəm, o sağlığına ant içirəm, elli kimi, obalı kimi bir yerden süz emmişik, bir yerden çörek yemişik, bir yerden su içmişik, bu yerden ben ne arzu edebilirim Allah'ın bu zatında, ben sana Xaloğlu. Ben arzu ediyorum ki Aşıq Rıza bu emellerini yaşasın, hem yaşasın. Deyir Aşıq Rıza, sen olmasan ben de olmarım, sensiz yaşad olmarım. Gel, Allah elimizi, obamızı Aşıq Rızasız eləməsin. Onun balalarıyla, Habil'le, Niyazi'yle, birer nəvələrlə orada zıngılladı, bilmirəm, mən sağ çalanda öyle.
O orada çalır. Allah burada oturanların el babam, kursalı, sarı cemaat hamısı eyni adamda. Allah kimin emeği var halal eylesin. Allah onun sağ salmağı, Allah 100 yaşa çattırsın diye ki ondan əsrdən əsrə keçirsin. Mən can sağlığı arzu edirəm. Bu adamı da qaldırıram. Şəxsən Aşıq Rıza'nın bütün tayfasının sağlığına. Sağ ol qardaş. Sağ ol. Sağ olun. Alo. Anam gel. Alo. Gel alo buraya. Aşıq Rıza sağ ol. Bu sağlığı bazı qaldırıram. Bütün sənin simanda bütün tayfanın sağlığına. Yerini fazla. Çok sağ ol. Allah canını sağ eləsin. Qalavulun Allah canını sağ eləsin ki, mən bilmirdim. Vallahi elə belə gəlmiş. Yanım ki, mən bilmədim. Həyat elə qoşulub ki, ay aşıq qardaş elə bir hava çarkısan, onu aşk ələskərdə salmamış olsun. De var mı dünyada elə bir insan, tələk onu orada salmamış olsun. Yenə gözlərimdə canlandı şimşək. Yaşaxın üzümə bahar suyu tək. Ne var mı dünyada elə bir gül, elə bir çiçək, açılır sarılır solmamışım. Geldim gelmedim cahana. Elə mi? Geldim gelmedim cahana, cahan mənsiz qalarmış verənə. Mənə görsətdin axıl olur, elə bilirəm. Anasız, küməsiz qalmamış olsun. Sağ ol. Dünyaya aşıq ələskərin gözüyle bak, dünyada kalacak yaxşılıq ancaq. Ne var mı dünyada elə bir yer, elə bir torpaq, insan olsun məzara olmaz. Yaxşılıq et, qoy bilməsin xəbəri. İnsan gedər adı qalır yaxşılıq, gedənlər yada salır yaxşılıq. Allah ölənlərimizə rəhmət eləsin, Ermənistanda babalarımız qalıb. O Araqdan kənar. Allah onların yoluna qurban olub. Hamımızın babalarımızı. Onlar əsr qəhrəmanlardır ki, orada qalıb. Bəli, tətbiq deyiləcək. Biz o torpaqlarda alacaq atam. Qaydancıq. Bəli, qaydancıq. O torpaq da biz olacaq. O açıq da biz olacaq. O saral da, o qusar da, hamı bizim də olacaq. Bəli. İnşallah. Mən buna verməyəm. Gələcək nəzirlər, bunun oğlu, sən oğlu o torpağı alacaq. Mən buna verməyəm. Alacak mı? Sağ ol. Yaşa. Senin sağlık ol. Sağ ol. Sağ ol. Yok iş verir. Sağ olun. Ben de Konya değil. benimle beraber sizin her birinizin sağlığına isterim. Sağ olun. Ve size teşekkürümü bildiririm. Size Abdurrahman, tamam kardeşim. Alsaktan bir dakika. Alsaktan. size sağ ol deyirəm, size teşekkürümü bildiririm. Allah canınızı sağ eylesin, Allah tohumluktan, yoldaşlıktan, dostluktan, evlilikten eksik eylemesin. İnşallah o günü de göreceğiz ya torpağımıza da gideceğiz. İnşallah. O da olursa düşman üstte o bele. Lerziye sal, köyü, yeri hardasan. Hocalının kısasını almamış bir adım da atma geri. Hardasan. Menem deyip öyenler, vətən deyip sinesine döyenler, suyunu içip çöreğini yiyenler, Azerbaycan igidləri, hardasan? Sal nəbini Koroğlu'nu yadına. Sal nəbini Koroğlu'nu yadına. Leşe vurma anaların adına. Şah Şuşanın, sen Laçının dadına, azad eyle Kəlbəcəri, hardasan? Yağı düşmən göz çıktı eline. Telli nigar, kılınç bağla beline. Aynalını götür ginen eline, gel Həcəri, hardasan? Al xənçəri vur üzünün gönüne. Keh nişanı uzunluğuna, enine. Sağ ol. Kes kulağını,
Sal babası gününe umurdarı beceri hardasan? Can, qalın. Aydın Irza qələbəyə, zəfərə, satacaq ya bu günə, səhərə. Bir arzum var xan kəndinə səfərə, gəl ömrümün o günləri hardasan? Allah niyetini Sağ olun. Allah niyetini tapsın. Bu sağlığı qaldın nə? Aşk adan qalır. Mən də sənin istəyir oğlum. Səni qaldın qalır. Bu sağlığı qaldıracaq. Asım burada seken gəz kardeşim oğlum. Orada boş təkan var. Yok, seken gəz. O mənim qalıb. Bir qapı Hiçbir fərq yok. Fərq yok. Başında. Fərqim yok. Çəkirsən olmalı. Yok çekinme. Abla elə. Hələ. Qoy hazırlaşsınlar. Adan alır. Saç alayım Bir oxuyun. sağlıq desin mənim xalam olur. Baş saat görənə təkan deyil. var. Orta Sen saat sen bax. abla. Ruhani zazını sağ kadın. Ay kadınım çok. Sağ kadın alsın. Sen sonunda bilirsin. Sılıkır dedeceğim. Hani sənin qaddan alayım. Sözlərində səni qulaq asaq. Kişi sözlərində ona qulaq asaq. Şeirlərində ona qulaq asaq. Gəl bu kaseti göndərəcəm onu. Qaddan alarım. Deyirəm ki, sözlərdən bəhrələnəcək. Əmoğlu yazır ki, bu dünyanı quyruq kimi didişdirib bölənlər var. O dünyanı bu dünyada cəhənnəmi görənlər var. Sözümün hər birisində həqiqət var hərəsində. Gəzsən qoyun sürüsündə qurt donuna geyənlər var. Söz deyirəm Arif qana, yox namərddən bir nişana. Yal üstündə boğuşana daldan baxıb ürənlər var. Canına kurban. Aydın Rıza pir axtar sən, gövhər xaşlar gür axtar sən. Təzə söz gəsir axtar sən, bir kisəyə qiymət verənlər var. Əmoğlu, sənin özün öz şeirlərindən öz qiymətini veribsən. Allah sana yar olsun. Mən bu stəkanla sənin bu gözəl balalarının sağlığını istəyirəm. Deyirəm, onların canı sağ olsun. Qoy ki, onlar ki, sənin belə qulluğunda dayanıblar. Allah Teala qoy onlara yar olsun. Qoy Allah Teala onların ürəklərinə görə onlara gözəllik versin. Qoy həmişə sənin adını qoyuca tutsunlar. Başda böyük oğlun adil olmaqla, Habilin, Niyazinin, qızların sağlığına gələk. Nəvələrinin sağlığına sizə Niyazi edir. Qoy Niyazi edir. ona da verəcək. Görək nə ürək sözü var bu yaşayışdan, həyatdan. Görək səni 200 il saxlayacaqlar, bir görək zorlar çatır. Sağ ol. Abi, ağın alim, başda adil olmaqla sizin hər sözünüzü sağlayacaq. Qoy kişi olursunuz, kişi olursunuz da qalın. Mən hər sözünüzü sağlayacaq. Orası susar. Ama olsa o. Qoy həmişə böyük başında oğul, uşaq, nəvə nəticə. Qoy sənin cəhlənir. Allah Teala canını sağ olsun. Tamam. Hemen sana eminəm. Evet, sağ ol qaddan alayım. Zahide demek ki Niyazam deyir ki öpürəm səni. Zahide eminlə də deyən Niyaz deyir ki belə. Biz bana var. Zahide Zakir'e gələn mənə gəlsin. Yəni şahsdan bu, mən deyirəm. Mən açıq ürəklə deyirəm. 75-ci də bir yerdə böyümüşük. Mən bu yanımızda yana indi balaca bakal da olsa indi əklə əlimizə götürüb. İndi yavaş-yavaş belə çıxır ki, bu elə bir bərdən ağarı gedim ki, yavaş-yavaş indi belə çıxır ki, biz də kişiləşərik, da əlimizə razaq götürürük, sigaret götürürük arada bir. İndi hər zamanın, hər dövrün bir gözəlliyi var. Allah'ın bugünkü gününə də şükür, min şükür. Ben valla o Allah'ın böyük varlığıdır ki onun valideyni yanındadır, başının üstündedir. Ben o varlığı sizden əsirgəm, Allah o varlığı sizden əsirgəməsin. Həmişə kölgən əksik olmasın bizim üstümüzdə. Bu sazdır, sözdür, sənətdir, Ustaoğlu şəhərdə olmaz belə bir söz var. Hər hansı bir sənətin sahibi olan
ata elə də oğluna nəsihət eləyir ki, deməli öz bəhrəsini o sənətdən götürür. Bax indi aşıq olsun, ya bir hansısa bir musikant olsun, ya hansısa bir bənna olsun, ya hər nəsə bir sənət sahibi bir insan o işdə, o təməldə o gözəlliyi görür ki, o da yəni arxasına, nəsilinə ötürə gedir. İndi o cümlədən də bu sənət də, söz də bizim ailəyə nəsib olub, bizə nəsib olub, bizə qismət olub. Yəni sənin sayan altında. Bugünkü günümüzə mən şükür eləyirəm ki, elə deyirlər ki, vala aşığın olsan, satsal ola bilirsən, deyirəm, hə, ürəklə, fəxrlə deyirəm, üç qardaşıq, üçümüz də satsalıyıq. Yəni bu sənətin elə belə deyək ki, bu sənət gözümüzü açandan bu sənəti görmüşük, sözü görmüşük, söhbəti görmüşük. O nöqtəyi nəzərdən də biz də yavaş-yavaş sizə baxıb əlimizi almışıq o sənəti. Elə duasını bu kişi verir. Valla, Allah haqqı. Mən o kişidən, Allah haqqı deyirəm, o kişidən xeyir duanı, o ustanın adını da, çox şey danışmaq istəmirəm, bir dənə usta olur. Şairdi gedər yanına, lap elə ələskərdir, aşıq ələskər olur. Bir neçə dənə, sənin üçün bir neçə dənə, indi hər ustanın da özünün şahidləri olur. Məsələn, sənin bir neçə dənə şahidlərin olan kimi, bir ustanın da bir şairdi olur, deyir, bala gəl öyrən, oraya aparır, özündən buraya aparır, bala öyrən, deyir, yox, hoca, mən görür ki, bu məclis sad aparır, haradasa bir kişi yerə gedibdir. Qaydır, deyir, yox, da mən gəlməyəcəm, deyir, bala, sən getməyinə söz demirəm, ancaq mən sənə halalıq verməmişəm. Yəni, o sənəti kamil öyrətməmişəm, halal olsun deməmişəm. Halal olsun deməmişəm. Yəni, aşıq deməmişəm sana. O vaxt aşıq deyəcəm ki, mən özüm sana deyəcəm ki, bu sənə sənin halalın olsun, get aşıqsan indən belə. Sana rəhmət. Yəni biz bəlkə də aşıqlar yanında aşıqda indi söz xiridarıyıq, söz sənət sevənlərik, sənət belə yaşadanlarıq. O nöqtəyi nəzərdən bax, gənə də deyirəm, elə bir balan kimi mən belə çox razıyam səndən. Bax, bunu demək istəyirəm. Sağ ol, halalım. Sağ ol, əmi. Siz də ki, xoş gəlibsiniz. Yəni, bu fikrimiz də, bu məqsədimiz də əmi, sənin qadağalarım. Bu fikrimiz, məqsədimiz də elə, gənə də deyirəm, dünən axşamın söhbəti olub. İlyasla bir neçə dəfə demiş, ya belə bir şey eləyək, bir söz eləyək, sənət eləyək, bir saza qulaq asaq. Kişiyi biraz əziyyət verək, danışdıraq. Söz yerinə çəkək, söz, dünən bax bu vaxtda İlyas gəlmişdi, dedə gəlsə savaq eləyək. Sən söylət tapırsın. Abi, sən söylət. Valla, o Allaha qurban olum, hər günün öz hökmü var. Mən büyücü günün hökmü Allaha qurban olum ki, bizi də bax beləli görüşdür. Söylət tapırsın. Bu sıfırını bizə bəxş eləyir. Sağ ol. Sən söylət tapırsın. Ya bu sağlığı, sən qardaşımın sağlığı. Hətər başla. Yox, sən sağlığına deyirəm. Sən söylət tapırsın ha bala. Sən atanın o mərtəklərinin hürmətinin əmin oğlunu elə hürmətlərdən. Vallahi qalsın, mən... Bu gözəl gündə, bugünkü gündə də bizim İlyas qardaşdır. Neymət qardaşdır, can qadan alaram. İlyas qardaşdır, Neymət qardaşdır. Bu günkü gün elə bir xatirə olacaq ki, yəni yaddaşa salın bu insanlarda, əziyyətli, yəni bizdən başqa, biz yer içəriydik, kamera olmasa çıxacaq, ancaq sabahsı günü bu kameraya buna... Olmuyor. Bu kasetə baxanda dəyəcək... Hamımızın balalarını sağlığına. Amin. Aşıq bu yerdə deyir ki, su çaya bənzər barsız ağaca. Heç yurt nişanəsiz, işsiz olmasın. Oğul arxa, qış öyrətdi ataya. Heç ata oğulsuz, qızsız olmasın. Gəl aşıqı olma dövlətin varın. Sədaqətli dostdur qazancın, karın. Allah'tan istərəm, bax belə, siz tək dostların bircə süfrəsi də bizsiz olmasın, asıqsız olmasın. Sağ ol, Sağ ol. Aydın icra el içində bir aşıq, ömür puşdu devranını sür aşıq. Telli sazda ağ sinəyə yaraşıq. Sinə sazsız, saz sinəsiz olmasın.
Sağ olun, sağ olun. Sağlam olursan, nuş olsun, nuş olsun. Hamımızın balalarını sağlam edelim. Sağ olun. Var mı sıkıştı? Ben de merhaba. Öldürür, koymuyor beni. Arada bir iğne batırıyor bunu. Aman ay dillerin ay 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 belan ay dindirsin Dinlemirsen Dinlemirsen aynı adalar aynı adalar kadınım Ayna bildi ki belan yaralı Ne bilirsen Ne bilirsen Leyla'lar 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 Bizimki yaralı yamahım bir adamlar. Ay karda kaldı. Ayman geldim ki belan ay merhameyle Sen de derman Sen de derman ay bine bile ay bine bile ay bine bile ey kadınım Hadi ya Ay bak gelin ay 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 belan ay nemele Ne bilirsen Eyle dağlar, eyle dağlar, eyle dağlar, eyle dağlar, eyle dağlar Yok, Ay bakın ay 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 ben ay bala bala Ay fani dünya Fani dünya ay kime kalan ay kime kalan ay la 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 Ay namin ay 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 ben ay sarayla Poladonla Poladonla haydi adalar haydi adalar
eşq olsun. 40 yaşım var, 40. Mesele değil. Şəkilin neçə yaşı var? Şəkilin. Şəkilin neçə yaşı var? 30 yaşı var da şəkilin. 40 nə? 40 zaten gəlsən 20 dollar. Şəkilin pastı Başda 30. var 30-35 yaşı var. O demək ki, belə neçə Deyirəm ay Kirvə. Biz Kirvəyik. Birinci qoy, həmişə bizim Kirvəyimiz daimi olur, daimi də olacaq. Deyirəm, nə məqsədlə yığılmışıq. Öz məqsədimizə çataq həmişə. Sağ ol qardaş. Qoy ürəyimiz həmişə beləncə açıq olsun. Sağ ol. Vallahi mən Kirvə, Allah hamd olsun, bu çörəyəndə olsun. Biz Kirvəli axıra kimi vuracaq, neçə ki var. Hər şey olur qardaş. Mənim məqsədim odur, qoy sağcanı sağlıq versin. Bu xəstəliyin üstündən tezliklə qutarsın, nəsə var. Dərddən, qəmdən uzaq olaq. Hamı. Allah canını sağ ol. Bu da yığılanların hamısı, məsələn, bizi sevib gəlir, ürək istəyib gəlib. Əgər məsələn, ürək istəməsə, heç gəlməz bu da. Qoy bu uşaqların da, cavanların da hamısının sağlığı olsun. Bizi istəyənlərin sağlığı olsun. Sağ olun. Sağ olun. Sağ ol Aykirvə. Qoy hamımızın sağlığınız olsun. Sağ olun. Sağ olun. Gözünə çək, gözünə çək. Boşuna koyma, buraya koyma. Söyleyeyim sonra. Gözəl şeirin var deyə ata. Mən müstəşənlə elimizin, obamızın gözəl oğlu, tayfanın gözəl oğlu, Əflatun Məmmədoğlu sağlığına içirəm. Sağ ol. Sağ ol. Çünki mən onun tərəfindən burada gəlmişəm, burada çıxış edirəm. Bayaq məclisin əvvəlində də dedim ki, əmoğlunun 500 dənə şeiri var, 2 dastanı var, gözəl şeirləri var. Hamısı o söz veribdir ki, o kişinin sponsoru altında bu yaxınlarda gələcək, indi imkanı yox idi, elə söhbət elədik, dedi ki, iş adamı da hər dəqiqə olmur. O kişinin şeirlərini mən kitab şəklində çap elətdirəcəm. O Allah Taala elimizdə obamıza elə olanları çox eləsin. O sana qaranı qurban. Onun sağlığı olsun. Razıyam. Qoy biz də arzumuza çataq, qoy əmoğlunun kitabı işıq üzü görsün. Mən razıyam. Bu bizim fərəhimizdir, bu bizim başımızın ucalığıdır. O kişi mənim yanımda 4-5 dəfə deyib ki, gedəcək, elə bilsin ki, onun şeirləri çap olunur. Burada özə söhbət ola bilməz. Gəlin hamımız o kişinin sağlığına içək, onun arzusunun sağlığına içək ki, arzusu için olsun, bizim əmoğlunun kitabı çıxsın, onu gözəl şəkildə qeyd edəyək. Sağ olun. Sən hər gözəlliyə qadir olan. Deyir sən olmasan mən də olmam, sensiz yaşayasın. Sən sənətkarsan. Sən özün üçün yaşayırsan, amma xalq üçün yaradırsan. Sənin hər bir şeirində, hər bir sözündə insani duyğular var. Gəl o duyğuyu başdan oradan düşən adam olur. Buna görə də Allah Taala sənin canını sağ eləsin, Əflatun da canı sağ olsun, qulağını cingilləsin. Uşadığın ürəyi buradadır. O kişi söz verib ki, bu yaxın bir aya, 2 aya sənin şeirlərin çap olunacaq. Sağ ol, can sağlığı, gözəllik, Əflatun müəllimin sağlığı. Mən də hazıram. Mən də hazıram. Onun şeir çap olmaq, onu kasır deyə hazırlar. Mən də hazıram. Mən də hazıram. Aşık, ben hazırım. Aşık verin. Can, ben sana kurbanım. Ben de o yeri kimi, ben onu yeri aşık sana yeri yaşarım. Sağ ol, Allah canını sağ ol. Bir verem. Ben, ya, Şundan şu komutlayacağım. çok iyi. Tamam.
gördü ağlı qaralı. Yazıldı bəxtimə qaralar mənim. Aşıq deyər qaralar, dağ başını qaralar. Fələk yazan yazını kimlər pozar qaralar. Günlər də paylandı ağlı qaralı, düşdü qismətimə qaralar mənim. Bəxtin yatdı yatağa, yaraşıqdır qoyun quzu yatağa. Abələmə aşıq deyər ey yatağa, xəstə düşər ey yatağa. Qara gün yaşamaqdansa bük özünün ey yatağa. Ayaq elə ki girəm ey yatağa, tökülər üstümə ey qaralar mənim. Misal var ki, bəxtin yatdı yatağa, yaraşıqdır qoyun quzu yatağa, aşıq deyər yatağa. Xəstə düşər yatağa, qara gün yaşamaqdansa bük özünü yatağa. Elə ki soyunub gelirəm yatağa, tökülür üstümə qaralar mənim. Abələm ey dərd üstündən ey dərdim artır hər aylar, sıxır mənim ey hər həftələr hər aylar. Ayağım ey aşıq deyər hər aylar, hər həftələr hər aylar. Məhəmməd ümmət yerim diliməli hər aylar. Ayağım ey aydın ırzan ey gecə gündüz haraylar, sizdəndir dərdimə çaralar mənim. Dərd üstündən dərdim artır hər aylar, sıxır məni hər həftələr, hər aylar. Aşıq deyər hər aylar, hər həftələr, hər aylar. Məhəmməd ümid yerim, dilim əli haraylar. Aydın üzdə gecə gündüz saraylar, sizdəndir dərdimə çaralar mənim. Bir dənə eşq olsun. Bir dənə qarası sal əmim yavaş yavaş söylesin. Qarası sal. Qarası, qarası. Bu gəlməmiş şey gəlmədi ya. Ocağın salonunu desək, ana istəyir. Ya sen kocalırsan kadar yakın sana bir gün olsun. Ay anam, ay anam. Gel sen kocalırsan. Əgər araqçıyla isə ona dönməliyik. Deyirəm ki, Əmoğlu, Allah Teala canını sağ eləsin. Sağ ol, sağ ol, sağ ol qadın. Sənə hər cürə gözəllik arzulamaq borcumuzdur, borçluyuq və ona da layiqsən. Mən Sağ ol, canım. bu 1-2 saat ərzində sizin ailədən, sizin bu gözəllikdən, mehribançılığınızdan Sağ ol. bir belə bir nəticəyə gəldim ki, bu ocaq yanır, su var, üstülənir, qohum qardaş şad olur, düşmənin gözü də kör olur. Allah sağ Bu ol. ocağın sağlığı olsun, bu sənin bu ocağına, bu həyətinə girəndə həmişə gözəlliyə gerək, əlimizdə araq gətirək, bu evdə araq içək, araq məclisi olsun, şəxs bu ailədən, bu ocaqdan uzaq olsun. Sağ ol. Özüm də bu ocağın başında şah kimi dayan,
Sənin böyük ətrafın var, eminlər kimi tayfan var. Allah Teala sana can sağlığı versin. Xoşbəxt ol. Gözəl balalarla hamınızın sağlığı bir yerdə qoyacağın sağlığı olsun. Can sağlığı, gedənlərə yaxşı yol, qalanlara can sağlığı. Qoy həmişə ocağın üstülənsin. Ocağın sağlığı olsun. Deyirəm, bəlkə biriniz dəyişən işləyən nə məsələ? Döyüşənin və bu sağlığın üstündə dəyişmək lazımdır. Buna oxuyurduq, həmişə bir şey söz oxuyurduq, onu oxuyan var var. İstər astırıq. Yara qurayla yayar, Koymuşam emrine, kol intimarım balam, sen benim canımın. İhtiyar sayan, Alırsan canımı, al incimerem, balam incimerem, sonam incimerem, gülüm incimerem. Gözümün kanı çirpi, yinde kaşında ya, kul et durumu kulu. bağlı karşında ya, Kaldır mezarımı, çeşmeye başında ya, sal sinem üstünden. yol incimerem, balam incimerem, sonam incimerem, gülüm incimerem. El askere meşgul, Sona kalanlam, izin versen yarma. şuna dolanmayam, 50 yıl çapılam, 100 yol talanmayam, bir şey değil devlet. Balam incimerem, balam incimerem, sonam incimerem, gülüm incimerem. Bir şey değil devlet. Mal incimerem, balam incimerem, sonam incimerem, gülüm incimerem. Buna varım, bak görürsem lezzet eləyir mi? Adam sağlamağa da bir. Senin düşünce Selim abi. Abi, gel buraya. Ancaq bir sənə tərdir. Əmim, dədəm, yəni bizim ağsaqqallarımız başda olmaq şərti ilə qalanlarımızı